Salam hörmətli şagirdlər, bugünkü mövzumuz samitlər bölməsidir. Biz öyrəndik ki, danışıq səsləri neçə yerə ayrılır? 2 yerə ayrılır. Samit səslər, sait səslər. Samit səsləri bugün öyrənəcək, sait səsləri öyrənmişik, düzdür? Saitlər öyrəndik ki, ağız boşluğunda maniyə rast gəlmir, sərbəst tələffüz olunur, heyecan yaradır, vurğu qəbul edir, uzun tələffüz olunur. Danışıq səslərin ikinci növü nədir? Samit səslər. Dilimizdə 23 samit hərf var. 23 hərfdir. 25 isə səsdir. Aydındır? Bunlardan, samit səslər özü də səs tellərinin iştirakına görə 2 yerə ayrılır. Deməli, samit səslər neçə yerə ayrıldı? 2 yerə. Kar, cingiltili. Neçə yerə ayrıldı? 2 yerə. Kar samitlər, cingiltili samitlər. Kar samitlər özü də sadəcə 11'dir. Cingiltili samitlər isə 14 cingiltili samitimiz var. 14-11 nə qədərdir? 25 samit səs elədi də. Deyə bilərsiniz ki, necə 23 hərfi 25 səsdir. Niyə? Çünki bax, biz öyrənmişdik ki, bəli, düz deyirsən. Biz öyrənmişdik ki, hər səsin yazılı ifadəsidir. Bax, dilimizdə əlifbamızdakı 2 səs hərflə ifadə olunmur. Əlifbada ifadə olunmur. Onlar hansı səslərdir? Gör cingiltili samitinin qarşılığı K. Bir də hansı? Gör cingiltili samitinin qarşılığı İlk səsi verir bu. Nəfəsdir ilk. Aydındır? Deməli 14 cingiltili samit oldu. 11 cingiltili kar samit oldu. Biz onları öyrənək. Ben necə öyrənəcəyik? Bax, samitlər öz aralarında əmələ gəlmə yerinə görə cütlük təşkil edirlər. B samiti, cingiltili samitdir. Bax, cingiltili samitlərdə səs telləri neyini iştirak edir. Kar samitlər isə təkdə küydən nə olur? İbarət olur. Onlarda səs telləri neynəmir? İştirak eləmir. B, kar qarşılığı nədir? P samiti, aydındır. Deyə bilərsiniz ki, bunları necə fərqləndirmək olar? Bu samitləri əzbəriyyatda saxlamaq lazımdır. Yəni 14 cingiltili, 11 kar bunları öyrənmək elə də çətin deyil. Bir də ki, bu ovucu əli ovuc şəklində gətirib, ağız boşluğunda tutub, həmin səsi neynəmək lazımdır? Tələffüz eləmək lazımdır. Əgər hava ələ dəyirsə, güclü dəyirsə, nədir? Kar samitdir. Dəymirsə və zəif dəyirsə, nədir? Cingiltilidir. İstəyirsiniz bir dənə yoxlayın, beyni də tələffüz eləyin. Beyni də. Hansında çox dəyir? Ay, sağ ol. Demək, P nə olacaq? Kar olacaq, B isə cingiltili samit olacaq. C, Ç, tabii ki, səslənməsinə görə neyini oxşuyur. C, kar qarşılığı nədir? Ç, G, K, R, X, J olacaq nə? Ş, G, K, L,
Bak bu samitdə karşılığı olmayan samitdir. Cingiltilidir, kar karşılığı nədir? Yoxdur. N. Bunlara sonur samitlərdə deyilir. Bəli uşaqlar, səhv getdi. Orada məsəl üçün N karşılığı kimi biz X-i götürdük. Belə deyək ki, səhv getdi orada. Yəni N'in karşılığı nədir? X'dir. Y cingiltili karşılığın cingiltili samitin karşılığı nədir? Xışdırıq, nəfəsdir, bu nədir? Necə məsələn, çörək, yemək bu sözlərdə. Aydındır? Sonra H samiti. Karda onun da nə yoxdur? Cingiltili karşılığı yoxdur. Aydındır? Sonra Z samiti. Kar karşılığı nədir? S'dir. Gördünüz? Deməli, 25 samit səsdən 14'ü cingiltili oldu, 11'i isə kar oldu. Aydındır Yusuf. 14 cingiltili, 11 kar samit var. 5'inin ise karşılığı yoktur. Karşılığı olmayan samitler hansıydı? Buna bak. S. H. 5 tane. Yusuf. Onların 4'ü cingiltilidir. Kar karşılığı yoktur. Biri kardı. Cingiltili karşılığı yoktur. Aydındır? Buradan bir problem yoktu ki. Bəh bir şeyde necə deyim, səhv getdi. Dedik ki, xışdırıqda qeyri. Amma xışdırıqda nədir? Y cingiltili samitinin kar karşılığıdır. Aydındır? Bak, söz sonunda cingiltili samitlərin yazılışı və tələffüzü. Son söz, belə deyək, sonunda, sonu. B ilə, D ilə, C ilə bizdən samitlər var. Bak, bunlar söz sonunda necə yazılır? Tutaq ki, bax, kitab sözü. Sonu nə ilə bitir? B samitinden bitirdi, düzdür. Hüseyin B samitinden bitirdi. Sonra bulut hansı samitinden bitir? D samitinden bitir yazıda. Sonra kılınç C samitinden bitir. Pelenk C samitinden neyini bitir? Yani böyle yazılır. Tələffüzdə isə bunlar öz kar variantlarından olacaq. Heç bir şəkilçi qoşulmadan kar variantlarında tələffüz olunacaq. Necə? Bax, tələffüz transkripsiyada yazaq. Kitab necə olacaq? Kitab. Çünki B'nin kar qarşılığı nədir? P. Sonra bulut. Bulut. Tüy kimi sonra kılınç ne olacak? Kılınç. Sonra pelenç. Görsen C'nin kar varyantı kimin oldu? Tələffüz olundu. Bak bu adi haldadır. Yani heç bir şəkilçi qoşulmadıqda bu sonu B, D, C ilə bitən samitlər kar variantında tələffüz olunur. Bax, bu tələffüzdə dəyişən səsə deyirlər arfoqram. Nə deyirlər? Arfoqram. Tələffüzdə nə edir bunlar? Dəyişir. Bəs şəkilçi qoşulduqda necə olur? Bax, bu tip sözlərə, sonra B, D, C ilə bitən sözlərə saitdən başlayan şəkilçi qoşulduqda söz gəldikdə cingiltili yazılır, cingiltili də tələffüz olunur. Məsələn, kitab sözü. Kitab sözü nümunəsini də götürək. Kitab
Saatdən başlayır, şəkilçi qoşuram. Kitabın. Tələffüzdə də nə olacaq elə? Kitabın. Yəni kar variantdan necə? Keçməyəcək. Niyə keçməyəcək? Çünki saatlə başlayan şəkilçi qoşulub. Söz gələndə də olacaq elə. Kitab aldım. Bax, B'dən sonra nə gəlir? Saat gəlib də, A saat deyil. Ona görə cingiltili yazılıb, cingiltili də nə olacaq? Tələffüz olunacaq. Olacaq nə? Kitab aldım. Yəni dəyişiklik olmayacaq. Bəs sabitdən başlayan şəkilçi qoşulluqda necə olur? Deyə bilərsiniz də, düzdür? Məsəl üçün, bax, kitab la yazıda dəyişməyəcək. Elə cingiltili olacaq. Amma tələffüzdə isə karlaşacaq. Olacaq necə? Kitablar. Gördünüz? Bəs söz gələndə necə olacaq? Məsəl üçün, kitab götürdüm. Sabitlə başlayan söz gəlib də, sabitlə başlayan söz gələndə karlaşacaq. Kar variantında Hüseyin, P kimi də olacaq, tələffüz olunacaq. Olacaq necə? Kitab. Kitab götürdüm. Kitab Götürdüm. götürdüm. Əla. Bax, bu qaydalara riayət eləmək lazımdır. Saatlə başlayan şəkilçi söz gəldikdə cingiltili yazılır, tələffüz edilir. Samitlə başlayan şəkilçi söz gəldikdə cingiltili yazılır, kart nə olur? Tələffüz olunur. Bax, bu tələffüzdə dəyişən səsə nə deyəcək? Arfogram. Arfogram. Arfografi başqadır. Arfografi düzgün yazılışdır. Tələffüzdə dəyişən səs arfogram adlanır. Aydındır? Sonra qoşa samitli sözlərin yazılışı və tələffüzü haqqında danışaq. Qoşa samitli sözlər özü iki yerə bölünür. Var eyni cinsli qoşa samitli sözlər. Var müxtəlif cinsli qoşa samitli sözlər. Eyni cinsli qoşa, eyni cinsli samitlər. Eyni cinsli qoşa samitlər. Bax, bunlardan bugün eyni cinslilərdən sonra qoşa K, üstürəm, K ilə. Qoşa T ilə olanlar var. Qoşa P ilə olanlar var. Qoşa P samitindən olan sözlər var. Bax, qoşa K ilə olanlar. Məsəl üçün, 8. İki dənə Q samiti var da burada, düzdür? Tələffüzdə ikincisi nə olacaq? Cingiltiləşəcək. Keçəcək özün cingiltili variantına. Olacaq nə? 8. Bütün o tip sözləri yazmıram. 8 sözü, məsələn, mütəkkə sözü, ikincisi nəyə keçir? Məkkə sözü, güya nə olacaq? Keçəcək. Qoşa T ilə olan. Məsəl üçün, əlbəttə. Əlbəttə sözündə ikinci nəyə keçəcək? D-yə keçəcək. Olacaq nə? Əlbəttə. Gördünüz? Qoşa P ilə olanlar. Hoppanma. Tələffüzdə nə olacaq? B-yə keçəcək. Olacaq nə? Hoppanma. 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 Gördünüz?
Yəni ikinci P-yə keçir, B-yə keçəcək. Qoşa fiili olanlar. Əsası tələffüz. Bunlarda dəyişim olmayacaq. Necə olacaq belə? Tələffüz dəyişməyəcək. Qoşa fiili yazılacaq, qoşa fiili da deyiləcək. Bu eyni cinsli qoşa samitli sözlər. Ola bilər ki, müxtəlif cinsli olsun. Biri S olsun, biri T olsun. Bak müxtəlif cinsdir. Müxtəlif cinsdir, söz ortasında kar samitlər gəlir. Tutaq ki, usta sözdür. Görsün, ikisi də kardır, biri esli, biri T, düzdür. İkincisi nə olur? Cingiltili tələffüz olunacaq, cingiltiləşəcək Hüsam. Necə olacaq tələffüzdə? Usta. Hə? Gördünüz? Məsəl üçün, usta deyil, taxtadır. Yenə də burada qoşa nə var? Kar samit var da. İkincisi nə olacaq? Karlaşacaq. Olacaq nə? Taxta. Gördünüz? Hə? Məsəl üçün, isti. Yenə də bayaqki ki, biri sığdır, biri tür. İkisi də nədir? Uşaqlar, kar samitdir. İkincisi nə olacaq? T, cingiltili variantına, D-yə keçəcək. Olacaq necə? İsti. Sonra, bax, bitki. İki kar samitdir. İkincisi nə olacaq? Cingiltiləşəcək. Olacaq necə? Bitki. Bax, alınma şəkilçilər var, zəhmətkeş, sənətkar, onlarda dəyişim olmayacaq. Bax, sənətkar sözündə. İki kar samit var, düzdür, biri T, biri kar. Onlarda isə dəyişim olmayacaq. Belə olduğu kimi də tələffüz olacaq. Nə olacaq? Sənətkar. Gördünüz? Zəhmətkeş. Bak, qoşa nə var? Kar samit var. Tələffüzdə nə eləməyəcək? Dəyişməyəcək. Olacaq necə? Zəhmət keş. Aydındır? Başa düşdünüz? Sağ olun uşaqlar, diqqətinizə görə. Bəni paylaşmada unutmayın.